Canım aid olsa bözləri. Bilirəm, uzun illərdir çox problemlər yaşadınız. Sanki qara buludlar evinizə, üstünüzə düşdü. Bəzən başınızı götürüb getmək istədiniz, qaçmaq istədiniz, amma qaça bilmədiniz. Dolsalarım, imanlı insanlarsınız. Allah sizə o qədər güc qüvvə verib, bu boyda problemlərin içində yenə də ayaq üstündə durmağı bacardınız. Siz 2025-ci ildə nələr yaşadınız? Maskalı insanlar, əlinizin çörəyin yeyən insanlar bəzən sizin arxanızca vurmaq istədilər. Xəyanətlər gördünüz. Dost xəyanəti, sevgi xəyanəti, çox xəyanətlər gördünüz. Bəzən iş yerində belə haqqınıza girənlər oldu. Dolsalar, çox haqqınıza girdilər. Ədalətlinizi pozdular. Bəzən sizi bezdirdilər. Hətta bəzən bəzi insanların səhvi ola sizi günahlandırdılar. Çox streslər yaşadınız, əsəb, gərginlikləriniz pozuldu. Bəzən gecələr belə ağlaya-ağlaya yatan dolça bürcləri oldu. Amma dolçalar, sizdən mışlığımı alacağım. Bütün problemləriniz bitəcək. O üzərinizdəki qara dumanlar, dalğalı enerjilər, stres, gərgin, pis enerjilər bitəcək. Yollarınız aydınlaşacaq. 2026-cı ilin gəlişi sizə böyük bir uğur gətirəcək. Küslülüklər var, inciliklər var, ola bilər aradan götürüldü. Sizin borclarınız var. Borclarınızı çox borclarınız var, ödəyəcəksiniz. Sizə də borclu olanlar var. Pullarınızı qaytarmaq ehtimalları var, bunu da deyim. Bəziləri səyahət edəcək, uzaq ölkələrə getmək istəyir, şansları var. Bəzi subaylar, nişanlanmalar, elçiliklər, toylar olacaq. Və bəzi dolçalar, niyyətləri var, əzlərim, ev, maşın arzusunda olanlar, onlara da sahib ola bilərsiniz, əziz dolçalarım. Neçə ildir işsiz dolçalarım var, işdə təklifləri gözləyənlər var, təklifləriniz bir-bir gələcək. Uşaq sahibi olmaq da